Nədə Axundova? Sabahınız xeyir Axundova. Gününüz aydın olsun. Şikayətə yox, bir vətəndaş kimi sizin polis bayramınızı, polis peşə bayramınızı təbrik edirəm. Başda da cənab nazir Vilayət Eyvazov olmaqla bütün şəxsiyyətinizi təbrik edirəm. Bayramınız mübarək olsun. Təşəkkür edirəm. Məmmədov Emin İntiqam oğlu. Təşəkkür edirəm. Buyurun, bayramınız bir daha mübarək. Sağ olun. Sağ ol. Gününüz aydın olsun Azərbaycan xalqı. İlk öncədən 2 iyul Azərbaycan polislərinin peşə bayramı münasibəti ilə başda cənab nazirimiz Vilayət müəllim Eyvazov olmaqla bütün şəxsi heyətini təbrik edirəm. Azərbaycan polisiyəm deyən hər bir kəsin bayramı mübarək. Bu videomu görüb bəziləri neqativ düşünüb və neqativ rəylər yazacaqlar, neqativ fikirlərini söyləyəcəklər. Təbii ki, bəzi insanlar ola bilsin polisdə, hansısa bir neqativləri görüb, hansısa bir xoşagəlməz hadisələri görüb, hansısa bir əməlləri görüb, ona görə də neqativ düşünürlər. Amma bir şey deyək də, mən sizə hamısını izah edirəm. Bu videomda mən hansısa bir marağım yoxdur, hər hansısa bir məqsədim yoxdur. Sadəcə Azərbaycan polisinə bugünkü günün istənilən saatında, hətta gecə saat 3-dən, 4-dən səhərə qədər mən küçələri gəzsəm belə mənə bir nəfər toxunması deyil. Həm bu bizim suverenliyimizin, həm də ki polislərimizin bizə olan qayğısı və müdafiəsidir. Əziz xalqım, sizə demək istəyirəm ki, yəni bu mən də rastlaşmışam elə insanlarla, hətta olub ki, hadisə olub ki, məni bir polis aparıb, digər polis mənim haqsız yerə aparıldığıma görə öz əməkdaşıyla mübahisə edib ki, bu insan haqsız yerə aparılır. Bu insanı niyə aparaq ki idarəyə? Bu insanın günahı yoxdur. Yəni belə bir hallarla mən rastlaşmışam. Haqsız yerə hansısa bir addım atan polislərlə də rastlaşmışam. Amma bu platformamla müəyyən bir insanlara, ölkəmizdə olan pozuntular, digər bir hansı ki milli dəyərlərimizi pozan insanlar haqqında müraciət eləmişəm və anında dadıma çatıblar və məsələni həll ediblər. Ona görə də bir daha təşəkkür edirəm. Ona görə də mən minnətdaram və Azərbaycan polisinə güvənirəm. Mən də istəyirəm ki, siz də güvənəsiz, çalışaq, mehriban olaq. Gəlin bu biri tərəfi düşünək. Ola bilsin biz məsəl üçün bir kişi olaraq deyirik ki, biz öz müdafiəmizə qalxa bilirik, biz öz müdafiəmizi həll edə bilirik. Hansısa bir ailəmizi təhlükə gözləyərsə, hansısa bir evladımızı, əzizlərimizi bir kişi olaraq onun müdafiəsinə qalxa bilirik. Ancaq gəlin o bir tərəfi düşünək ki, insanlar var, qadınlar var ki, evində bir kişi deyilən bir insan yoxdur, onun müdafiəsinə qalsın və o anında Baxışlar orqanlarının 102 xidmətinə zəng edir və yaxud da sahə rəisinə və yaxud da ərazidə olan polislərə müraciət edir. Bu da bizim üçün bir müsbətdir ki, Azərbaycan qadını, Azərbaycan hansısa bir tək qadınları yox, söhbət o ərindən alimentə görə şikayət edən qadınlardan getmir. Çarəsiz vəziyyətdə hansısa müdafiəsinə görə polisə zəng edən qadınlarımızın bugünkü gün müdafiəsinə Azərbaycan polisi qalxırsa, bizim müsbətimizdir. Demək ki, bu bizim qürur mənbəyimizdir, belə deyək. Gəlin belə bir şey də düşünək. Biz bir negativ axtarırıq. Biz deyəndə yəni bəziləri. Bəyəm xəstəsini öldürən həkim yoxdurmu? Bəyəm əskərini öldürən, əskərinə təcavüz eləyən hərbiçi, zabit yoxdurmu? Bəyəm şagirdinə təhsil verməyən, şagirdini kor eləyən müəllim yoxdurmu? Və yaxud da Allah Allah deyib, Allah adından, din adından insanları xurafata gətirən və yaxud da hansısa bir zərbəni vuran dindarımız yoxdurmu? Yəni dediyim odur ki, hər bir sahədə var. Ən zərif və ən zəif peşələrdə belə hansısa bir dövlətinə, hansısa bir peşəsinə xələl gətirən insanlarımız var. Ona görə də 5 nəfərə, 10 nəfərə və yaxud da 50 nəfərə görə ümumi Azərbaycan polisi haqqında nəsə bir negativ düşünmək düzgün deyil. Nə də ki, burada mənim haqqımda fikirləşməyin ki, hansısa bir yəqin ki, bunun məqsədi var, amalı var. Xeyr, mənim məqsədim, amalım yoxdur. Mən burada nə polisdən çörəyim gəlmir və yaxud da mən bugünkü gün, lap günlərlə gedib polisi tərifləsəm, videolarımda və yaxud da real həyatda polisə nə qədər, belə deyək də sizin dildə desək, yaltaqlıq belə eləsəm, mən sabah qanunu pozaramsa, hansısa bir cinayət törədərəmsə, təbii ki, hamı kimi də mən də məsuliyyətə cəlb olunaram. Çünki qanun hamı üçün qanundur. Ona görə də əziz xalqım, çalışaq, mehriban olaq, çalışaq, polisimizi sevək, polisimizə dəyər verək. Bugünkü gün suveren ölkədə yaşayırıqsa, ilk öncədən cənab prezidentimizə, İlham Əliyev cənablarına və sonra da daxilişlər orqanlarına minnətdar olmalıyıq. Bugünkü gün gəlin bir ətraf ölkələrə baxaq, gəlin bir Avropasına, bəyəndiyimiz, nə bilim, sevdiyimiz Avropaya baxaq, ya Amerikaya baxaq. Görək orada kimsə gecə saatlarında sərbəst bizi kimi gəzə bilirmi? Yəni bu da müsbətdir. Yenə bir daha vurğuluram. Bu bizim üçün müsbətdir. Bu müsbəti də bizə verən polis heyətimizdir. Daxilişlər orqanları. Ona görə də əziz xalqım, gəlin biri olaq. Xalq polis olsun, polis də xalq olsun. Gəlin gələcək nəsilə ibrətamiz olaraq polislərimizi sevdirək və polislərimiz də bizə qayğı diqqətini əsirgəməsin. Unutmayaq ki, ən başda olan amili mən sizə vurğulayıram. O neqativ düşünənlərə deyirəm. Unutmayaq ki, bugünkü gün terrorla mübarizədə həlak olan Azərbaycan polisi şəhidimizdir. Narkomaniya ilə mübarizədə həlak olan Azərbaycan polisi şəhidimizdir.
Xankəndidə, digər əməliyyatlarda, terror əməliyyatlarında həlak olan polislərimiz, şəhidlərimizdir. Onları unutmayaq əziz xalqım. Bugünkü gün hamımız deyirik ki, Allah cəmi şəhidlərimizə rəhmət eləsin. Ancaq bugünkü gün kimlərsə negativ düşünür. Bəli, xalqın güvəni olan polisin adına ləkə gətirən polislərə ar olsun. Buradan da birbaşa səslənirəm ki, ar olsun, o vəzifəni daşımayın. Bu ləkəni polis adına gətirməyin. Allah xalqımızı, dövlətimizi qorusun. Bir daha da Azərbaycan polisi, istər təqaüddə olan, istər hal-hazırda işləyən, bir daha da vurğuluram, başda da cənab nazirimiz olmaqla bütün polis heyətini 2 iyul peşə bayramı münasibətilə təbrik edirəm. Və təbrik elədiyim insanların içində də xüsusən də Azərbaycan qadınını, təbii ki, qeyrətli Azərbaycan qadından söhbət gedir. Azərbaycan qadınını öz anası, bacısı kimi görən, Azərbaycan oğlunu öz qardaşı kimi görən bütün polis heyətini təbrik edirəm. Var olun Azərbaycan xalqı, Allah dövlətimizi, xalqımızı qorusun. Cənab polislər, bayramınız mübarək. Polis peşəsi ağır peşədir, çətin peşədir. Polis peşəsinə öz həyatını sərf edən insan bir çox xüsusi keyfiyyətlərə malik olmalıdır. Polis əməkdaşı birinci növbədə ölkəsinin dövlətinə, konstitusiyasına, qanunlarına tam sadiq olmalıdır. Polis əməkdaşı bilikli olmalıdır, öz sahəsində yüksək təhsilə malik olmalıdır, təcrübəli olmalıdır, iradəli olmalıdır, cəsarətli olmalıdır, qorxmaz olmalıdır.